Hello kızlar, necəsiniz? Keçən dəfə vlogumda demişdim ki, balıq ləvəncisini ayrıca olaraq paylaşacağım. Bəlkə ləvənci bişirmək istəyənlər bu videonu tapar və baxıb eləyərlər. Çünki çox dadlı alınmışdı. Bu balıqları yoldaşım tutmuşdu və bunun birini mən ayırdım evimizə. Biz elə çox balıq yeyən deyilik. Bir dənəsini ayırdım, böyüyünü. Yarısını təmizləyib mamagilə verdim, yarısını qonşuma verdim. Hələ bundan əlavə yoldaşım qaynanam gilə də vermişdi, baldızım gilə də verib gəlmişdi. Nəsə bu dəfə yaman bərəkətli çıxmışdı, çox olmuşdu. Mənə dedi ki, balığın sən demə qulağını təmizləmək lazımdır. Əgər ləvənci eləmək istəyirsənsə, mən bilmirdim bunu. Yaxşı da ki dedi, deyir ki, əgər qulağı təmizlənməsə, balığa acılıq verirmiş. Mən bunu ilk dəfə eşidirdim, amma dedi deyə dedim qoy eləyim. Elə balıq təmizləməyi də o özü öyrətmişdi mənə. Balığı bu cür qulağını birinci təmizləyirəm. Bütün o qırmızı olan yerlərini ət kimi donsuzda dartdıqca belə çıxır rahat. Bu balıq ləvəncisini axşam qardaşımgilli qonaq çağırmışam. Onlar üçün hazırlayıram. Həm evimiz üçün, həm onlar üçün. Əlbəttə ki, bir dənə bu deyil, başqa yemək də olacaq. Amma bunu əsas yemək bu olacaq. İlk dəfədir mən də balıq ləvəncisi hazırlayıram. Toyuq ləvəncisi eləmişdim, amma balıq ləvəncisi heç vaxt eləməmişdim. İçliyi eynidir qızlar. Toyuq ləvəncisi ilə eynidir. İndi hamısını çəkmişəm, sizinlə paylaşacağım, baxarsınız. Balığın qulağını təmizlədikdən sonra da ortasını yarıram və içalatını çıxardıram. Oranı da təmizləyirəm. Bir qaşıqdan kömək alıram, balaca qaşıqla. Çünki sümüklərin arasında olan o qırmızıları da onunla daha rahat, daha tez təmizləyə bilirəm. Bu cür içində qəşəng tərtəmiz təmizlədikdən sonra ortalığa biraz əl gəzdirirəm. Qızlar, bilmirəm siz də biləsiniz yoxsa yox, balıq təmizləyəndə evdən o iyini heç sevmirəm gəlir. Yəni nələrlə yusam da, domestosla yuyuram, nə bilim nə qədər şampunlasam da o iyi heç cürə mənim burnumdan getmir də. Ona görə mən yoldaşıma deyirəm ki, balıq tutanda gətirmə evə. Yəni biz onsuz da balıq yeyən deyilik. Ayda ildə bir dəfə, onda elə bir-iki dənəsini götürürəm, bəs eləyir. Yəni heç getmir onun iyisi və mən də iyə qarşı çox həssasam. Ona görə İstəmirəm. Neysə, buralar biraz dedim əl gəzdirim. Burada qozu artıq çəkmişdim. Videonu çəkə bilməmişəm burada. Unutmuşam. Qozu artıq çəkmişəm. Kasaya yığdım və kənarda 2 dənə qırmızı soğan. Qırmızı soğan olsa daha yaxşı olar. Qırmızı soğanı təmizləyirəm. Onu da yuyub doğrayıb ət çəkən maşında çəkəcəm. Qızlar, bunu soğanı çəkdikdən sonra mütləq şəkildə ya qovurmalısınız, ya da ki sıxıb suyunu çıxartmalısınız ki o acılığı qalmasın. Yəni olduğu kimi adi doğrayıb eləsəz ləvənciniz acı olacaq. Yəni İlk dəfə eləyəndə başıma gəlmişdi. Neysə, bu cür belə doğrayıram. Sonra onu çəkdikdən sonra mən bu cür adi Selbakın salfetkasını təmiz yuyduqdan sonra bunun arasına qoyuram soğanı. Bunun arasında eləyirəm. Cuna yox idi məndə. Cuna deyirlər də, səhv eləmirəmsə ona. Məndə yox idi. Ona görə bu cür salfetka ilə elədim. Elə salfetka ilə daha rahat imiş. Əvvəllər cuna ilə eləyirdim. Onu da xırda-xırda ipləri çıxırdı. Narahat eləyirdi adamı. Bu cür daha rahat imiş. Qozla qarışdırıram. Üzərinə isə duz əlavə edirəm və alça turşusu ilə. Elə bilirəm bu zoğal turşusudur. Gətirib baxıram ki, moruq mürəbbəsiymiş. Yaxşı əlavə eləməmişəm. Nəsə onu atıram zibilə. Ondan sonra alça turşusu var idi. Alça turşusu mütləq şəkildə olmalıdır. Çox dadlı olur. Zoğal turşusu biraz sulu olur, amma alça turşusu daha dadlı olur və belə bərk olur, biraz teksturası. Və artıq ləvəncini bişirməyə başlayıram. Burada böyük bir yapışmayan kağız götürürəm. Balığı birinci bunun içərisinə qoyacağım. Birinci bu yapışmayan kağızın arasında bişirəcəm ki, daha yumuşaq bişsin. Bir təxminən yarım saata yaxın bunun arasında bişirəndən sonra da kağızı çıxardacağım, üzünü açacağım balığı. Tam təmiz üstü qızarana kimi qızardacağım. Bu cür əlavə edirəm duz, istiot, sarı kök, biraz da duru yağ və alça turşusu yenə əlavə edirəm. Bunu balığın üzərinə çəkəcəm, yaxşı qızarsın deyə.
Qızlar, mən ləvənciyə yağ əlavə eləmirəm. Yəni ancaq üstünə qızartması üçün biraz qarğıdalı yağı əlavə eləmişəm. Vəssalam. Başqa heç bir yağ istifadə eləmədim. Nə ləvəncinin içərisinə, nə balığın özünə. Bu cür qəşəng-qəşəng hər yerin balığın sosla bəzəyirəm, düzüyürəm. Sonra isə hazır ləvəncini içərisinə yığacağam. Balığın içini qəşəng dolu-dolu doldururam və ən axırda qabımı sivirməsəm olmazdı. Evim gəlirdi atmağa. Nəysə, bu cür qəşəng balığı doldurandan sonra da biraz bıçaqla oradan-buradan belinin sümüyünə kəsik atıram ki, içi qəşəng pişsin və daha estetik görsənsin deyə. Məndə yeməklər estetik alınmır da qızlar. Biraz limon dilimləri elədim və balığımı bəzədim və bu cür üzərini tam yapışmayan kağızla örtüb göndərirəm sobaya. Təxminən yenə deyirəm 30 dəqiqə, 40 dəqiqə bişəndən sonra açıram kağızı və qızardıram. Bu cür qızarmış olur burada və burada bişmişdi, qızarmışdı deyə kağız qopurdu. Ona görə yoldaşımdan kömək istədim. Bu cür boş qaba əlavə elədim və yanına da biraz nar əlavə elədim ki, daha qəşəng görsənsin. Hələ ki məndən bu qədər idi qızlar. Videom xoşunuza gəldisə bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun, hələlik.